Salam, hər vaxtınız xeyir. Əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim mövzu l samiti ilə başlayan şəkilçilər olacaq. Gəlin vaxt itirmədən testlər və çalışmalar üzərində l samiti ilə başlayan şəkilçili sözləri müəyyən edək və nə formada dəyişdiyinə baxaq. Dərsə keçməmişdən öncə onu da qeyd edim ki, ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə, videonun açıqlama bölməsində qeyd etdiyim nömrə ilə əlaqə saxlayıb dərslər haqqında geniş məlumat ala bilərsiniz. Gəlin vaxt itirmədən başlayaq suallarımıza. Birinci çalışmada deyir ki, hansı söz doğru yazılıb? Deməli, qızlar yox, uşaqlar biz bilirik ki, deyiliş bizə yazılıb deyirsə, deməli yazılışa baxırıq. Qızlar deyirik, amma qızlar yazırıq. Deməli, bu səhvdir. Duzlu yox, duzlu. Bazarlıq yox, bazarlıq. Buludlar isə düzgün verilib. Deməli, cavabımız D variantı olmuş olacaq. 2-də deyir, hansı cümlədə səhv yazılmış söz var? Rauf çox sevincli idi. Sevincli yox, uşaqlar biz deyəndə sevincli deyir, amma yazılışda sevincli olmuş olacaq. Yəni, A variantı düzgün variantdır. 3-də deyir, qarrı sözünün düzgün yazılışı hansıdır? Biz bilirik ki, deyəndə qarrı deyirik, amma yazılışda qarlı. Yəni, L şəkilçili sözdür. Bu da olacaq C variantı. Hansı sözə lar şəkilçisi artırdıqda nar kimi tələffüz olunur? Biz bilirik ki, lar şəkilçisi lar, daha doğrusu nar, rar və dar kimi tələffüz olunur. Qızlar qızdar olacaq. Oğlan oğlanlar olacaq. Nar narrar olacaq. Qələm qələmlər olduğu kimi qalacaq. Bizdən nar istəyir, ona görə B variantı düzgündür. Hansı doğru deyil? Çəmənlik yanlış. Xeyr, çəmənlik düzdür. Dişli yanlış, bəli, dişli olmalıydı. Ətirli doğru deyil, ətirli olmalıydı. Qoşunlar olmalıydı. Bu da doğru deyil, yanlışdır. Biz belə deyək, tələffüzə əsasən bizə verilib. 6-da deyir, hansı sözə l samiti L ilə başlayan şəkilci əlavə etsə, deyiliş və yazılışı fərqlənmir. Şanlı, şanlı. Qazlar, qazdar. Güllük, güllük olduğu kimi qalır. Sərinlik, sərinlik kimi qalır. Yəni, burada fərqlənməyən C variantı olmuş olacaq. 7-də deyir, duz, nöqtə, nöqtə, u sözündə nöqtələrin yerinə uyğun gələn hansı hərf, gələn hərf hansı sözün ikinci hərfidir? Duzlu təbii ki də, bu da ölkədə bizə verilmişdir. Verilmiş cümlədə neçə söz səhv yazılmış? Onlar qızlarla birlikdə gəzintiyə getdilər. Onlar qızlarla. Deməli, 2 dənə səhv yazılmış söz var. 9-da verilmiş xüsusiyyətlər hansı söz aiddir? İsim olsun və sözə lar şəkilçisi artırılsın. Baxırıq, ilanlar, bəli, ilanlar. Həm isimdə, həm də lar şəkilçisi var. Şadlıq, şadlıq. Lar şəkilçisi deyil. Yunlu, yunlu. Lar deyil, ludur. Sərinlik, sərinlik. Bu da lar şəkilçisi deyil. Cavab olacaq A variantı. Onda deyir, hansı sözə L şəkilçisi artırsaq, yazılışı ilə deyilişi dəyişməz. Duzlu, duzlu. Dadlı, dadlı. Kəndli, kəndli. Pambıq, pambıqlı olmuş olacaq. Elə D variantı düzgün cavabımızdır. Baxırıq çalışmalara. Bunlar uşaqlar əslində çox sadə mövzulardır. Sadəcə deyiliş və yazılışa, yəni xüsusi bir qayda tələb eləmir. Deyiliş və yazılışa baxırıq. Bunu da necə ayırd eləyə bilərik? Çoxlu kitab oxumaqla, kitablarda oxuduğumuz sözləri göz yaddaşımıza verməklə daha yaxşı, belə deyək, öhdəsindən gələrik bu mövzunun. Yəni, çalışın, çoxlu kitab oxuyun. Yəni, testlərlə fikrinizi qatmayın. Test çox eləsək daha yaxşı nəticə əldə eləyərik deməyin. Çoxlu kitab oxuyun, çoxlu, belə deyək də, açıq tipli çalışmalarla məşğul olun. Yəni, testlər ola bilsin ki, sadəcə sizdə, belə deyək, korluq yaradar, belə deyim sizə. Ona görə də çoxlu çalışma və kitab oxumaqla məşğul olun. Baxırıq birinci çalışmaya da verilmiş sözlərə lar şəkilçisi artırın və tələffüzünü yazın. Qız, qızlar, qızlar. Güllər, lər olaraq qalacaq. İlanlar, nar kimi olacaq. Narrar, rar kimi olacaq. Kəndlər, lər olaraq qalır. İllər,
lər olaraq qalacaq. 2-də də şəkilçilərin düzgün ilə yazılışı müəyyən. Aha, atlar, atlar. Mən sadəcə şəkilçiləri yazıram, yəni yerləşmədiyinə görə. Duzlu, duzlu. Önlük, önlük. Şəhərli, şəhərli. Dostluq, dostluq. Daha doğrusu dostluq. Mən çaşdım burada. Dostluq yox, dostluq. Dostluq olmalıydı məncə. Yerlər, yerlər. 3-də deyir cümlələrdə hansı yazılmış sözləri, cümlələrdə səhv yazılmış sözləri seçib düzgün şəkildə yazın. Hər kəs mübarizin igidliyindən danışdı. İgidliyindən danışdı. Qarlı havada maşın sürərkən ehtiyatlı olmaq lazımdır. Qarlı havada. Meymun bir gün bütün bananları yedi. Bananları. Oğlanlar birlikdə futbol oynayırdılar. 4-də deyir, doğru yazılmış sözlərin qarşısında, doğru səhv yazılmış sözlərin qarşısında səhv işarəsi yazın. Güclü yox, güclü. Xəbərlər. Çəmənlik düzdür. Sərinlik yox, sərinlik. Səhvdir. Yorğanlar səhvdir. Yunlu səhvdir. Boşluq düzdür. Duzlu düzdür. Uyğunluğu müəyyən edin. Qaçanlar, qaçanlar. Otluq, otluq. Ehtiyatlı, ehtiyatlı. Kəndlər, kəndlər. Bu formada olmuş olacaq. Keçirik digər tapşırıq. 6-da deyir ki, cümlələrdəki boşluqlara uyğun gələn şəkilçiləri əlavə edib yaz. Anam çox kədərli görünürdü. Azərbaycanda gəzməli şəhərlər çoxdur. Quşlar öz nəğmələri ilə könlümüzü oxşayır. Çəmənlik, ağırpəyəlik. Ağırpəyə bürünmüşdür. Üzr istəyirəm. Verilmiş sözləri cəm şəkilçisi artırıb yazın. Saz, sazlar. Saat, saatlar. Heyvanlar. Qarlar. Şarlar. Çiçəklər. Verilmiş şəkillərə l ilə başlayan şəkilçilər əlavə edib yazın. Bu çəmənlik. Lik. Bananlar. Məktəbli, çiçəkli, narlar formada olmuş olacaq. İstədiyiniz kimi digər şəkilçiləri də əlavə edə bilərsiniz, amma l samiti ilə başlayın. Verilmiş xüsusiyyətlərə uyğun sözlər yazın. İsimdir, cəm şəkilçisi qəbul edib. Məsələn, kitablar. Kitablar. Sifətdir, sözün kökü. İsimdir, l şəkilçisi qəbul edib. Baxaq. Fikirli. Fikirli. Fikir köktür. Üzr sayın. Fikir köktür. Li isə şəkilçisidir. Sözün kökü isimdir. Söz bütövlükdə isə sifət olmuş olacaq. Səhv yazılmış sözləri işarələyin. Bərəkətli yox, bərəkətli. Dadlı düzdür. Qozlar səhvdir. Tarlar səhvdir. İllər düzdür. Ağaclar düzdür. Gözlər səhvdir. Qızlar düzdür. Uşaqlar, bu mövzu çox rahat mövzu olduğuna görə tez bitirmiş olduq. Növbəti mövzularda sizinlə, növbəti mövzunu sizinlə yenidən öyrənmiş olarıq. Növbəti mövzumuz isə say olacaq. Ona görə də bugünlük izahımız bu qədər. Növbəti izahlarda görüşərik. Hələlik.